Hamınızı salamlayıram. Elektrikli avtomobil deyəndə ağlınıza nə gəlir? Yəqin ki, gələcək, innovasiya, müasirlik. Amma sizə desəm ki, bu gələcəyin texnologiyası əslində keçmişdən gəlir, gəlin birlikdə bu heyrətamiz hekayəyə baş vuraq. Bəli, səhv eşitmədiniz. 100 ildən də çox əvvəl. İndi ağlımıza gələn ilk sual budur. Əgər bu texnologiya bu qədər köhnədirsə, niyə biz onu sanki dünən icad olunmuş kimi qarşılayırıq? Necə oldu ki, o tam bir əsr boyunca yoxa çıxdı? Gəlin bu sirrin pərdə arxasına baxaq. İndi sizi bir zaman maşınına mindirib, hər şeyin başladığı o dövrə aparıram. Yəni, elektrikin qızılcağına. Gözünüzün önünə səsküylü, hər tərəfi qara tüstüyə bürüyən ilk maşınlar gəlir, elə deyilmi? Amma yanılırsınız. O dövrdə yolların əsl hakimi səssiz, təmiz və zərif elektrikli avtomobillər idi. Bəli, bir vaxtlar onlar əsl krallar idi. Baxın, bu hekayə bizim düşündüyümüzdən qat-qat dərindir. Hələ 1830-cu illərdə, yəni təsəvvür edin, Avropada ilk təcrübələr başlayır. Sonra 1870-ci illərdə artıq küçələrdə görünən işə yarayan modellər peyda olur. Və 1900-cü ilə gəlib çatanda vəssalam, elektrikli maşınlar artıq sadəcə bir təcrübə filan deyil, Amerikanın böyük şəhərlərində gündəlik həyatın ayrılmaz bir hissəsi populyarlığın tam zirvəsində idi. Və indi gəldik bu hekayənin bəlkə də ən inanılmaz, ən şok edici nöqtəsinə. Diqqətlə qulaq asın. 1900-cü illərin əvvəllərində Amerikanın yollarındakı hər 3 avtomobildən biri elektrikli idi. Bir anlıq dayanıb bunu düşünün. 3də 1. Bu sadəcə bir neçə həvəskarın maşını demək deyil. Bu, kütləvi bir hərəkat demək idi. Yaxşı, bəs niyə? Niyə hamı bu maşınları alırdı? Səbəb çox sadə idi. Gəlin iki variantı müqayisə edək. Bir yanda səssiz, titrəməyən, qoxusuz və bir düymə ilə rahatca işə düşən elektrikli avtomobil var. O biri yanda isə part səs çıxaran, ətrafa tüstü və qoxu yayan, işə salmaq üçün də dəmir bir qolu var gücünüzlə fırlatmalı olduğunuz benzinli maşın. Seçim sizcə də aydın deyilmi? Xüsusilə də şəhər həyatı üçün, qadın sürücüləri üçün bu sözün əsl mənasında cənnətdən gələn bir rahatlıq idi. Hər şey bu qədər gözəl idisə, yolların kralı elektrikli avtomobillər idisə, bəs sonra nə oldu? Bu parlaq gələcək vəd edən texnologiya necə oldu ki, birdən-birə yoxa çıxdı? İndi gəlin hekayənin kədərli, amma bir o qədər də maraqlı hissəsinə keçək, benzinin qələbəsinə. Hər şey bir neçə hadisənin üst-üstə düşməsi ilə dəyişdi. Sanki talih elektrikin əleyhinə işləyirdi. Birincisi, səhnəyə Henry Ford və onun əfsanəvi Model T-si çıxdı. Bu, sadəcə yeni bir avtomobil değildi. Bu, konveyer lenti sayəsində kütləvi şəkildə istehsal olunan və qiyməti inanılmaz dərəcədə ucuz olan bir inqilab idi. Demək olar ki, hər kəs onu ala bilərdi. Eyni vaxtda Texasda nəhəng neft yataqları tapıldı və benzin sudan ucuz oldu. Nəticə, 1930-cu illərə gələndə elektrikli avtomobil artıq unudulmuş bir xəyala çevrilmişdi. Yəni, məsələ tək bir səbəbdə deyildi. Buna mükəmməl fırtına deyə bilərik. Bir tərəfdən Fordun ucuz maşınları bazarı ələ keçirirdi, digər tərəfdən neftin qiyməti düşdükcə düşürdü və hər küçənin başında bir yanacaq doldurma məntəqəsi açılırdı. Bütün bunların qarşısında məhdud məsafə qət edən, bahalı və bataryası zəif olan elektrikli avtomobillərin heç bir şansı qalmadı. Və beləcə təxminən 100 illik bir yuxudan sonra elektrikli avtomobil yenidən oyanır. Amma bu dəfə səhnəyə çıxan qaydaları tamamilə dəyişdirən, heç kimin gözləmədiyi bir şirkət olur. Və onlar sadəcə yeni bir avtomobil təqdim etmirlər, onlar bütün hekayəni yenidən yazırlar. Bax, bu ifadə əslində hər şeyi o qədər gözəl izah edir ki, Elon Musk təkəri yenidən icad etmədi. O, sadəcə insanların təkərə baxışını dəyişdi. Yəni, Tesla'nın əsl möcüzəsi mühəndislikdən çox marketinq idi. Onlar elektrikli avtomobilin cansıxıcı və zəif imijini sındırıb atdılar. Bəs Tesla bunu necə bacardı? Onların gizli formulu nə idi? 4 sadə, amma dahi addım. 1. Performans. Dedilər ki, bizim maşınlarımız təkcə ekoloji deyil, həm də benzinli sportkarlardan daha sürətlidir və bunu sübut etdilər. 2. Dizayn. Maşınları o qədər futuristik, o qədər gözəl idi ki, insanlar ona sahib olmaq üçün can atırdılar. 3.
Brend. Tesla bir avtomobil değil, bir status simvolu, bir innovasiya bayrağı oldu. Və dördüncüsü, bütün bunları dünyanı xilas etmək missiyası ilə birləşdirdilər. Nəticədə insanlar həm öz egolarını, həm də vicdanlarını eyni anda razı saldılar. Yaxşı, bəs sual olunur, 100 il əvvəl alınmadı, bəs indi niyə alınır? Nə dəyişdi ki, bu dəfə elektrikli avtomobillər həqiqətən də dünyanı fəth edir? Gəlin müasir uğurun arxasındakı səbəblərə baxaq. Əslində bugünkü uğurun 4 əsas sütunu var. Birincisi və ən əsası batareya texnologiyası. Nəhayət ki, batareyalar həm daha uzaq məsafəyə getməyə imkan verir, həm də daha tez dolur. İkincisi, infrastruktur. Artıq hər yerdə enerji doldurma stansiyaları var və bu şəbəkə sürətlə böyüyür. Üçüncüsü, hökumətlərin dəstəyi. Vergi güzəştləri, subsidiyalar insanları bu maşınları almağa həvəsləndirir. Və son olaraq, dördüncüsü, bizim özümüz. İqlim dəyişikliyi ilə bağlı artan narahatlıq insanları daha təmiz variantlar axtarmağa sövq edir. Yəni, keçmişin bütün problemləri bir-bir həll olunur. Beləliklə, elektrikli avtomobilin bu heyrətamiz səyahəti bizə çox vacib bir şey öyrədir. Bəzən dahi bir fikir, bir inqilab sadəcə doğru anı gözləməlidir. Bəzən bir texnologiyanın parlaması üçün dünyanın ona hazır olması, düzgün şərtlərin yaranması lazımdır. Və bu gözləmə bəzən tam 100 il çəkə bilər. Və bu hekayə bizə son bir sual verir. Əgər elektrikli avtomobil kimi bir nəhəng texnologiya 100 il boyunca sanki yuxuda qala bildisə, görəsən bugün elə indi bizim gözümüzün qabağında olan, amma fərqinə varmadığımız hansı başqa yatmış nəhənglər var? Sabah həyatımızı tamamilə dəyişdirəcək növbəti böyük inqilab, bəlkə də elə bir qarajda, bir laboratoriyada səssizcə öz vaxtını gözləyir. Bu barədə bir düşünün.